Azərbaycanın şəhidlərində antiterror şəhidimizi bir bölümüdür. İskəndər Hüseyin'in evinə gəlmişik. Ananın yanına, qardaşımın yanına, onun evimizə ilə. Ana, Allah rəhmət etsin deyirik. Allah şad eləsin. Allah səni güzel falan, onu şad eləsin. Sizə səbr versin. Ata nəslilə, qardaşa səbr azıdır. Onu bir evinə gəlmişik. Şəhid qardaşımızın evimizə ilə. Ananın yanına, onun evimizə. Ona görə də bütün analar hamısına şəhid balalarının şadlıq edirik. Anamızı da sağ olsun deyirik. Nə sözüm var verməsin. Allah bütün şehit balalarımıza rahmet eylesin. Yerleri cennet olsun. Atalarına, analarına, yakınlarına səbr edelim. Bu günlərlə siz şəhid olan fərqli şəkli, qardaşım şəhidin şəkli gətirib anamızı təqdim edirlər. Amma hər ikisi bizimdir, bütün şəhidlərin hamısı bizimdir, qardaşımızdır, hamısı bizim balamızdır, hamısı nurdur. Ona görə iki şəhid qardaşımızın şəklini sağ təqdim edirəm. Allah rəhmət etsin deyir. Onu şad eləsin. Allah səslənməsin. Hər bir Şehitlerimizin yeri cennet eylesin. Allah bütün şehit balalarımıza rahmet eylesin. Hər bir atanın ayağına gitmək bizim borcumuzdur, qürurumuzdur, şərəfimizdir. Atalar, malan rəhmanını biz hazırıq. Allah rəhmət etsin.